Bugün qonağımız yazıcı, psixoloq İlqar Kamillə birlikdə övlad tərbiyəsində azadlığın rolu, sərhədlər hardan keçir mövzusuna aydınlıq gətirəcəyik. Azad olmayan valideyn azad Uşaq uşaq yetişdirə yetişdirə bilərmi? bilərmi? Uşağa yalnız təhlükə olarsa azadlığını məhdudlaşdırmaq olar. Uşağa yasaqların, olmazların fəlsəfəsi, izahı verilməlidir. Bəzən valideynlər uşağın hələ yaşı balacadır, az yaşlıdır deyə daha çox sıxırlar, daha çox məhdudiyyətlər tətbiq eləyirlər. Deyir ki, mənə kömək et ki, mən özüm edim. Bəli. Mənə kömək et, amma imkan ver, mən özüm edim. Yəni, mənim əvəzimdən bu işləri görmə. Valideyn müşahidəçidir. Valideyn eynən fasilitator kimi olmalıdır uşağın üzərində. Ciddi sapmalar olmasa, uşağa səhv etmə imkanları tanımaq lazımdır. Amma mütləq uşaqlar sizə qarşı olan fikirlərini deməlidir. Ay çox sual verdin, ay çox danışdın ya da məntiqsiz ümumiyyətlə gülürlər uşaqların suallarına və uşaq özü də növbəti dəfə artıq sual vermir. Məsələn, uşağından üzr istəmək o qədər böyük bir mədəniyyətdir ki, uşaq var ki, onun daha çox azadlığa ehtiyacı var. Uşaq var yox, onun daha çox sərhədə ehtiyacı var. Tərəzinin bir gözünə qoyuruq nizam-intizamdır, həmin o sərhədlərdir, bir gözündə də sərbəstlik. İndi çalışıb gərək biz onu necəsə o balansda saxlayaq. Uşaq bilməlidir ki, bəli, mən azadam, amma müəyyən bir çərçivənin içində azadam.